Tanrı dergahından bir dileğim var. Tanrı dergahından ay Şahbaz əmi bir dileğim var. İsmətin pərdəsini üzdən almasın. Bir canın sağ ola kardeş. Bir anlık açık. Bu güzel nimeti bizden almasın. Ömür sona yetib. Ay hikmət çatsa da vədə. Ayaq büdürəməyən yol gedə-gedə. Kardeş, əyif qamətini ya eyləsə də heç kimin taqəti bizdən almasın. Olsa da Kamil'in sinəsi dağlı. Quldur qarşısında qolları bağlı. Ay Şahbaz əmi, ürəkdən təpəri, başdan ağlı, verdiğin nurpayın gözdən almasın. Allah sənin gözlərindən o nuru, qollarından o qüvvəti, dizlərindən o taqəti heç bir zaman əksik eləməsin. Mən and ol Allaha səmimiyyətimizə hər zaman evdən toya gedəndə anam deyir, bilirəm ki sevişlisən, tərtərə gedirsən. Deyirəm, nə bilirsən? Deyirsən, tərtərə gedəndə həmişə sevinə-sevinə gedirsən. Həqiqətən tərtər camadı, tərtər eli, tərtər obası Azərbaycanın müharibə tarixində, istər 1-ci Qarabağ müharibəsində, istər 2-ci Qarabağ müharibəsində bu müharibənin ən həssas nöqtəsi ərazisi olubdur. Və bunun bariz nümunəsi sübutdur ki, bu döyüşlərin hər birisində tərtər neçə-neçə qəhrəman oğlanları şəhid verib, qazi veribdir. Vəzir Orucov, Sərdar Həmidov, Mehrac, bax bu cürə kişilərin, bu cürə oğlanların eli obasıdır tərtər. Nəhayət mən inan Allaha fəxr eləyirəm, qürur duyuram ki Şahbaz Quliyev kimi Azərbaycanın əsl qəhrəmanının məclisində, yaşında belə kişilərin qarşısında çıxış eləyirəm. Bu mənim üçün fəxrdir. Və Allah Taala'dan arzu eləyirəm, Şahbaz əmiyə o qədər uzun ömür versin, o qədər möhkəm can sağlığı versin ki, bizlər də baxaq, sevinək ki, bizim ərazi bütövlüyümüz yolunda vətənimizin qeyrətini, vətənimizin dərdini çəkən belə bir oğlan bu günləri sağ yaşayır, yaxşı yaşayır. Bu bizim üçün bir xoşbəxtlikdir. Yenə də deyirəm, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, dövlətimizi, dövlətçiliyimizi var eləsin. Bugün Azərbaycanın dövlətinin torpaqları bərpa olunub. Onun suverenliyi bütün dünya miqyasında tanınır ki, bəli, Qarabağ arsaq deyil, Qarabağ Azərbaycandır. Bu bizim dədə-baba yurdumuzun torpaqlarıdır və bizimdir. İndi Allah'ın bugünkü gününə şükür, hamımız o şəhidlərin hesabına, qazilərin hesabına gedə bildik o yurda, vətənə. Amma vaxt var idi ki, səmimi qəbul edək. Heç kim gedə bilməyəndə, bax məclisində olduğumuz bir kişi o sərhədi, çəmbəri, düşman qorxusunu yarın Kəlbəcərdə gedib çəkiliş edibdi. Kəlbəcərdə gedib Azərbaycan bayrağını asdı. Və bu bizim qəhrəmanımızdır. Mən xahiş edirəm, Şahbaz əminin şəxsində bütün qaziləri, qəhrəmanların şərəfinə bir gürültülü alqışlar gəlsin. Məclis belə olar, qardaşım. Əmi, başağıqsı olmasın bir söz deyim. Kəlbəcər işğal olanda Şücaət yazıb ki, mənim ürəyimdir, ay hikmət, mənim canımdır. Düşman süngüsünə keçən Kəlbəcər. İndi ondan bundan qiymət gözləyir, aqili nadandan seçən Kəlbəcər. Tərtər qəmli-qəmli axar, sızıldar. Dağlar gözlərini sıxıb sızıldar. Dağılmış evlərə baxıb sızıldar. Zəhər içi vəsir düşən Kəlbəcər.
Şüzayət, neyləyək, bax belə baxdır. Darıxma, hər şeyi həll edən vaxtdır. Bir gün gülə-gülə qayıdacaqdır. Ağlaya-ağlaya köçən Kəlbəcər şükür. Şahbaz kimi kişilərin, oğlanların, igidlərin, qəhrəmanların sayəsində gün Kəlbəcər ağlaya-ağlaya nətər getmişdirsə, gülə-gülə bizimdir. Əmi, torpaqlar azad olandan sonra bir şairimizdə bir şeir yazıbdır. Yazıb ki, bəhmən, nə yatmısan, qalx məzarından. Alındı Kəlbəcər gözlərin aydın. Qurtulduq köşkünlüklər dazarından. Alındı Kəlbəcər gözlərin aydın. Çağır Şücayəti qalxsın yataqdan. Sufdur dəmirçi, dinmir nə vaxtdan. Yanında yer saxlanmağa ayaqdan. Alındı Kəlbəcər gözlərin aydın. Necə qoyum gedim sənə a qardaş? Sənsiz qan ağlayar hər qaya hər daş. Yanımda dayanıb sevinəydin kaş. Alındı Kəlbəcər gözlərimiz aydın. Ziyəddin sən görən Ziyəddin deyil. Qəmkeşsiz dağları döyməyir meyil. Ay Şahbaz əmi, Paşkin xoşuna gəlməz bu şeir. Alındı Kəlbəcər, alındı Laçınımız, alındı Füzulimiz, alındı Qarabağımız. Gözlərimiz aydın, bəli, Şahbaz əmi, alındı Qarabağımız. Səni kimi kişilərin, səni kimi cəngavərlərin, igidlərin sayəsində, sənin şəxsində nə qədər Azərbaycanın dərdini, əzabını öz çiyinlərində daşıyan oğlanlar, kişilər var, onların hamısına can sağlığı versin. Şəhidlərimizə Allah rəhmət eləsin. Keçin bir qarmon ifası ilə, bir qonaqların ürəyinə, qəlbinə oxşuyun. Allah hər birinizi eldən, evdən, obadan əksik eləməsin. Hamınız evinizdən çıxanda gəldiyiniz ünvanlar bax belə gözəl məclislər, xeyir işlər olsun. Yox, sən sola çalasına qoysunlar.